Hər vaxtınız xeyir olsun. Bugün mən sizə 9 mart tarixində keçirilmiş buraxılış imtahanları riyaziyyat suallarını təqdim edəcəm. Onu da nəzərinizə çatdırıram ki, 15 mart tarixindən açılacaq blok qruplarımıza qeydiyyat artıq başlayıb, hazırlaşmaq istəyənlər bizimlə əlaqə saxlaya bilərlər. Demək, başlayaq suallara. İlk sualımız gördüyümüz kimi sürət kvadratlar fərqidir. Ona görə bunu yazırıq ki, 828 çıxılsın 72 və 828 üstəgəl 72. Məxrəcə dəymirik, məxrəc olduğu kimi qalır 378 bərabərdir. Sürəti toplasaq neçə edir? 756 vurulsun 900. Məxrəc olduğu kimi qalır 378. Sonra bunları ixtisar etsək 2, 2-ni də 900 vuranda 1800. İlk sualımızın cavabı olur 1800 ceybənd. Növbəti sual 61-ci sualdır. 61-ci sualda deyir ki, ədəd silsiləni A1358-dir. A28 isə 28-ə bərabərdir. Biz silsilə fərqinin düsturu belə ki, AM çıxılsın AM bölünsün M çıxılsın N. Bundan yazsaq, demək AM-imiz bizim 28-dir. 28 çıxılsın 58 bölünsün 28 çıxılsın 13. Sürətdə edir -30, məxrəcdə edir 15. Bu da edir bərabərdir -2. Digər yolu isə bunları açıb eləmək olardı. Növbəti sualımız kosinus 38 plus kosinus 18 ifadəsini hasil şəklində yazın. Bu hasildən cəmə keçmə düsturudur. Cəmdən hasilə keçmək düsturudur. Kosinus alfa plus kosinus beta düsturunu yazsam 2 kosinus alfa plus beta bölünsün 2 vurulsun kosinus alfa minus beta bölünsün 2. Bu düsturla yazsaq kosinus 2 kosinus 38'in 18 gələndə 38 56 56'ın 2 bölündə 28 vurulsun 38'den 18 çıxanda 20 20'nin də 2 bölündə kosinus 10 dərəcə. Cavabımız olur D bəndə. Növbəti sual. Baxırıq ki, bu sual OTK-da da bir dəfə iştirak etmişdim, onu oxşarım. Bu sualda oxşarlıqla geçsək alınacaq. Demək, bura alfadsa, burada alfa olur, bura betadır, burada onda beta olur, burası isə qamma. Bizə verilənləri yazaq. AC 20'dir, AC 20 olsa, demək oturacaq 20'dir. BN 8'dir, demək bura 8'dir. NC isə 17'dir. MN soruşur. MN-ə də 1x deyir. Demək, onda olacaq, oturacaq birinci balaca üst bucağından x bölünsün, oturacaq 20, 8 bölünsün 25. Çarpaz vursaq 25x bərabərdir 20 vurulsun 8'ə, x də bərabərdir 20 vur 8 bölünsün 25. O da bərabərdir. İxtisarləsək 5 ixtisarləsək 5, bu da 4. 32 bölünsün 5, o da deyir 6 tam onda 4. Cavab olur A bəndi. Növbəti sual prizma. Sualda deyir prizmanın həcmi 120. Prizmanın həcmi düsturu belə ki, V bərabərdir S oturacaq vurulsun H. İndi həcmi 120'dir. 120 bərabərdir S oturacaq vurulsun 8. Prizmanın oturacağının sayəsini elə bizdən S oturacağı soruşur. S oturacağı da bərabərdir 120 bölünsün 8. S oturacaq bərabərdir 15 santimetrin kvadratı. Demək belə, sualın da cavabı 65'də də A bəndi. Növbəti sual düzbucaqlı sualdır. Biz bilirik ki, düzbucaqlının perimetri bərabərdir 2A plus B'dir. Bizə də 2N 40 uzunluğu kalan düzbucağın perimetri P bərabərdir onda 2 40 plus K. Növbəti sualda 67-ci sualda deyir ki, 17 ilə 23 arasında olan ədədlər. Bunu belə yazmaq olar. 17 23. Bu qaydaya əsasən buradakı ədədlərin sayı 23 çıxılsın 17 bərabərdir 6'dır və yaxud yazıbda tapmaq olardı. 17 özü daxildir 18, 19, 20, 21, 22, bir də 23. 1, 2, 3, 4, 5, 6. 23 daxil deyil. 23 saymasa 6'dır. Sinifdə 24 şagird var. Bu şagirdlər 2 növbəsində necə müxtəlif üsulla seçmək olar? Bu kombinizon ayacaq. Kombinizon 24'dən 2 nəfər seçirik. Ona görə 24 faktorial bölünsün 22 faktorial vurulsun 2 faktorial. O da bərabərdir 23 vurulsun 24 bölünsün 2. 12 vurulsun 23. 12'ni də 23'ə vuranda 230, 200, 276. Növbəti sualımız 40% bu ifadə olan. Birinci biz bu ifadənin cavabını tapmalıyıq. Bu ifadənin cavabını tapaq. Demək 4,5 yazmaq olar ki, 10'da 45 vurulsun 3'də 5 üstəgəl 2,5 bərabərdir. Bunlar ixtisar keçsə 15 ondan da bu ixtisar keçsə 2 1 7,5 üstəgəl 2,5 bərabərdir 10. 40% 10 olan ədəd tapacağıq. 40% 10 ədəd tapmaq üçün onu
100'ə vurub 40'a böləcəyik. Bunlar x ixtisar etsə 5, 2, ondan 2, 5, 5 də 5'ə 25. Növbəti sualda şəkildə verilənləri alfa bucağını tapın. Əgər bu 40 dərəcəsə, onda bu qövsdə 40 dərəcə olacaq. Bizdən də bunu soruşur. Bu qövsdə 10. Bu 80 dərəcə olacaq, özür istəyirəm. 80 dərəcə, onda bu qövsdə olacaq 40 dərəcə. Bir də ki, belə deyək də, eyni qövsdə söykənən bucaqlar bir-birinə bərabərdir. Ona görə burada 40 olanda burada 40 olmalıdır. Növbəti sual sinüs 60, kosinüs 30. Biz bilirik ki, sinüs 60 bərabərdir. Kosinüs 30'dur. Onda bir-birinə bərabərsə bundan bunda çıxanda cavab 0 eləyir. Və yaxud da qiymətlərin yerinə qoysaq, kök adda 3 bölünsün 2 çıxılsın. Kök adda 3 bölünsün 2 da bərabərdir 0. Növbəti sualda 72-ci sualı hətta bir dəfə biz dərslərin birində izah eləmişdik. Belə bir sualı qüvvətin qüvvətə yüksəldilməsi 2 kök adda 4, o da eləyir 2 üstü 2, o da eləyir 4. 73-cü sualda mənfi 2x kiçikdir bərabərdir 8-dən mənfi ədədə böldüyümüz üçün x böyükdür bərabərdir 4-dən. Ən kiçik həllini tapın. Ən kiçik həlli də mənfi 4-dən. Mənfi 4-dən kiçik olduğu üçün deyil məndə. Ən kiçik həlli bundan böyüklər var. Bizdən də ən kiçiyini soruşur mənfi 4. Konusun doğranı 10 kök adda 3'dür. Konusdur. Gördüyümüz kimi. Konusun doğranı deyir 10 kök adda 3'dür. Onda bura 10 kök adda 3'dürsə deyir ki 30 dərəcəli bucaq əmələ gətirir. 30 dərəcə. Bu bucaq isə 30 dərəcədir. Buradan bir dənə hündürlük çəksək. Hündürlük çəksək bura 30 dərəcəsi 10 kök adda 3'dürsə 30 dərəcəli bucaq qarşısında duran katet tipdən uzun yarısı. Onda 5 kök adda 3 olacaq. 60 dərəcəli bucaq qarşısında duran 30'un qarşısındakı kök adda 3'ümüz. 5 kök adda 3'ü də kök adda 3'ə vuranda 15. Bizdən də konusun oturacağın radiusunu soruşurdu. Cavab 15. Növbəti sualda isə burada necə demək olar? Demək 2 üstü x vurulsun 2 üstü 3 kimi yazsam bunu. Çıxılsın 6 vurulsun 2 üstü x kiçikdir 3 üstü x vurulsun 3 çıxılsın 3. Burada 8 edir bunun cavabı. 8 dənə 8 vurulsun 2 üstü x çıxılsın 6 vurulsun 2 üstü x kiçikdir 3 dənə 3 üstü x çıxılsın 3 üstü x. 8 dənədən 6 dənəsinin çıxanda qalır 2 dənə 2 üstü x kiçikdir 2 dənə 3 üstü x. Buradan 2'lər hər tərəfdən getsə qalır 2 üstü x kiçikdir 3 üstü x. Buradan bizdən nəyi soruşur? Soruşur ki, bərabərinin ən kiçik tam əlini tap. Ən kiçik tam əli bunun hər tərəfin. Demək bölək 3 üstü x-a. 3 üstü x-a bölsək nə qalır? 2 üstü x bölünsün 3 üstü x kiçikdir 1-dən. Düzdür? Bunu belə yazmaq olar ki 2 bölünsün 3 üstü x o da kiçikdir. 1'i də yazıram ki 3'də 2 üstü 0. İndi bunları ata bilərəm. Atanda amma işarə dəyişəcək. X da böyük olacaq 0-dan. X da 0-dan böyük, yəni neçə ola bilər? 1 ola bilər. Bizdən ən kiçiyini istədiyi üçün. 76 AB 2 rəqəmli ədədləri üçün kök adda AB natural ədəd olarsa, natural ədədi yəni kökdən çıxan bir ədəd olmalıdır. AB ədədləri arasında təsadüf seçilmiş bir ədədin tək ədəd olması ehtimalını tapın. Demək AB neçə ola bilər kök çıxması? 16, sonra 25, 36, 49, 64, bir də 81. Neçədən oldu? 1, 2, 3, 4, 5, 6. Demək P hadisəni soruşur. Mümkün halımız neçədir? 6 dənə. Onun tək olması 1, 2, 3 dənə. 6-dan 3 o da eləyir 2-də 1. Növbəti sualda 77-ci sualda deyir loqaritma 81-dən 8. Onu yazmaq olar ki loqaritma 3 üstü 4, 2 üstü 3 bölünsün loqaritma 3 üstü 2, 5 üstü 2 üstü 5 bərabərdir. Buradan qabağa atsaq bunu 4'də 3 loqaritma 3 əsasdan 2 bölünsün. Bu neçə eləyir? 2'də 5 loqaritma 3 əsasdan 2. İndi bax bununla bu bölmə olduğu üçün zaten tərsinə çevriləcək. Tərsinə çevriləndə də 1 bölünsün olur. Onlar bir-birinə gedir. Bunlar gedəcək. Bunlar gedəndən sonra qalır 4'də 3 bölünsün 2'də 5. Bu da bərabər 4'də 3 vurulsun 5'də 2. Bunlar da ixtisar etsə 2, 10'da 3. Və yaxud 0'dan 10'da 3. Cavabımız olacaq bu. Növbəti sual 78-ci sualda. 78-ci sualda nə deyir? Deyir x bərabər 0'dan 10'da 4 olsa formulda yerinə qoy. 10 vurulsun mənfi 0'dan 10'da 4'ün kvadratı çıxılsın. 5 vurulsun 0'dan 10'da 4 mənfi 0'dan 10'da 4. Mənfi olduğu üçün modul deyəsində modul belə. Sonra üstə gəl 3 bərabər. Demək burada
0,4'ün kvadrat eləyir 1,6. Onu da ona vuranda 1,6 çıxılsın. 5'i 0,4'ə vuranda müsbət olur onsuz. Çünki moduldadır 2 üstəgəl 3. Bu da eləyir 1,6 1,0,4 0,4 mənfi 0,4 üstünə də 3 gələndə 2,4 2,6. Belə. Növbəti sual isə ətraflı yazı tələb olunan suallardır. Suallar üçün lövhəni düzəltdim ki, bu sualların yazmaq üçün yer yoxdur. Aha, deyir ki, növbəti sualda deyir aralarındakı məsafə 34 km olan A və B məntəqələri. Gəlin bir dənə xətt çəkək. Bura olsun A məntəqəsi, bura olsun B məntəqəsi. Aralarındakı məsafə deyir 34 km-dir. A və B məntəqələrindən qarşı-qarşıya velosipedçi və piyada. Eyni zamanda qarşı-qarşıya hərəkətə başladı. A'dan hərəkətə başlayan velosipedçi. Velosipedçi buradan başlayıb, sürəti piyadanın sürətindən 8 km çoxdur. Tutaq ki, velosipedçi V plus 8 isə, onda piyada olacaq V. Çoxdur. Velosipedçi A'dan 24 km məsafədə olan C nöqtəsinə, A'dan 24 km məsafədə olan C nöqtəsi burada tutaq ki, buradan bura olur 24, onda buradan bura isə 10'dur. Düzdür belə. Sonra deyir ki, velosipedçi A'dan 24 C məntəqəsinə piyada 0,5 km tez çatarsa piyadanın sürətini tap. Deyir, biri o birindən nə qədər tez çatıb. Demək, bu da gedib, bu da gəlib. Bunlar biri-birindən 0,4 km, 0,5 saat tez çatıb. Demək, onu da belə eləyək də. İkisinin də zamandan asılılığını alaq. Olacaq 24 bölünsün V plus 8. Bu isə olacaq V bölünsün 10. Yox, 10 bölünsün V. İkisini də zamana görə tapdım. Demək, indi bunun hansı tez çatıb? A tez çatıb da bundan. A tez çatıbsa B gec çatıb. Ona görə biz bundan bunu çıxacağıq. 10 bölünsün V çıxılsın 24 bölünsün V plus 8. Bərabər edəcək 0,5, yəni 0,5 saat tez çatıb. O da 2-də 1 deməkdir. Demək, bunları ortaq məxrəci V plus 8 deyim. 10, 24, yox. Olacaq 10 V plus 8 çıxılsın 24 V. Bərabərdir 2-də 1. Yuxarını vurub atsaq demək nə olur? 10 V plus 80 çıxılsın 24 V. Aşağıda isə V kvadratı üstəgəl 8 V. Bərabərdir 2-də 1. Bunu çarpaz vursaq, bunu köçürdək aşağı ki, aşağıda sonuncu bunu görək. Demək, bunu aşağı köçürdək. Aha. Demək, burada başlayaq hesabımızın gerisini eləməyə. Demək, olacaq burada nə? Çarpaz vursaq 20V plus 160 çıxılsın 48V. O da bərabərdir V kvadratı üstəgəl 8V. Hamısını sağ tərəfə yıxsaq V kvadratı 20V'dən 48V'sini çıxardı mənfi 28. Mənfi 28 sağdan da müsbət 28 olacaq üstəgəl 36. V çıxılsın 160 bərabərdir 0-a. Demək, buradan biz nəyi tapaq? Biz tapaq diskriminantı. Diskriminant bərabərdir 36'nın kvadratı. 36'nın kvadratından çıxacaq nəyi? 36'nın kvadratı diskriminansız əslində yaza bilərik. Baxıram ki, bu 4 ilə 40'dır. Mənfi 40 olacaq. Mənfi 40 ilə 4'dür. Bizə nəyi soruşur? Soruşur ki, C məntəqələr piyadanın sürəti. Piyadanın sürəti də V idi elə. V piyadanın sürəti idi. V plus 8 isə velosipedçinin sürəti idi. Onda olacaq 4. Növbəti sualda isə deyir ki, 24 nəfərdən işçi qrupunda olan qadınların yaşlarının ədəd ortası 21. 24 nəfər qrup tutaq ki, bunun x nəfəri qadın olsa x, 2 olacaq, 24 çıxılsın x. İbarət işçi qrupunda olan qadınların yaşlarının ədəd ortası, qadınların yaşlarını qadın x götürmüşük, x bölünsün sayına, qadınlar bölünsün, x say götürmüşük də, sayına bərabər ədəd ortası deyilinəcə, işçi qrupunda olan qadınların yaşlarının ədəd ortası 21-ə, bərabər 21-ə, onda qadın olacaq 21 x, belə. Sonra kişilərin sayı 2 bölünsün 24 çıxılsın x, kişilərin yaşlarının ədəd ortası 29 bərabərdir 29-a, onda kişi bərabər olacaq, 29'u 24'ə vurub, 29'u 24'ə vursaq görək, necə eləyir 29'u 24'ə vuranda 696 çıxılsın 29x. 2 də bu qədər oldu. Sonra deyir ki, qrupdakı bütün işçilərin ədəd ortası. Qrupdakı bütün işçilər qadın üstəgəl kişi bölünsün 24 nəfərdir. O da ədəd ortası 26-ya.
Onda qadın üstə gəl kişi bərabərdir 24 vurulsun 26. 624. Bunların yaşlarının cəmi bu qədərdir. Bizdə indi qadını nə qədər tapmışdıq? Qadını tapmışdıq ki, budur, kişi isə bu idi. Gətirib yerinə qoysaq, olacaq 21x üstə gəl 696 çıxılsın 29x. O da bərabərdir 624-ə. Demək, buradan 8x bərabərdir 696-dan 24 çıxacaq. 696-dan 624 çıxacaq 72-yə. X-ə bərabər olacaq 9-a. Biz tapdığımız x nə idi? İndi bizdən nə soruşur? İkilərin sayı. İkilərin sayı 24 çıxılsın 9-dur. 24 çıxılsın 9 daha 10 15. Demək, qadınlar nə qədər, ikilər nə qədər olacaq? 24 çıxılsın 9. Növbəti sualda 24 nəfərdən ibarət. Bunu yazdıq. İndi bu qrafik sualında, funksiya sualında demək, bunun üzərində biraz işləyək. Ax kvadratı bx belə. BO deyək ki, BO bura 25x-dir. AOS x-dir. Onda bu düz bucaq təpəsindən çəkilmiş hündürlük h bərabərdir. H kvadratı bərabərdir m-in düsturu ilə yazsaq, demək olacaq C onu da verib 5. Onda 5-in kvadratı bərabərdir x vurulsun 25x. 25 bərabərdir 25x-in kvadratına. X kvadratda bərabərdir 1-ə. X kvadratı bizə ölçüdə axı məsafədə məsafə olduğu üçün müsbəti götürürük, mənfini ona görə götürmürük. X bərabərdir 1. X 1 olanda bura 25 olur, bura isə 1 olur. Demək bizdən nəyi soruşur? Bizdən də bu mənfi 1. Demək bu nöqtə A nöqtəsi mənfi 1-dir. Parabolanın təpə nöqtəsi. Parabolanın təpə nöqtəsi demişik ki M-dir. M də simmetriya mərkəzidir. Bunu da köklər verilsə simmetriya mərkəzini tapa bilərik. Mənfi 1, 25 toplayırıq. Bölürük 2-yə, o da 12. Demək simmetriya mərkəzi də 12-dir. Növbəti sualımızda deyək ki, alfa beta uyğun tərəflər paralel olan və müxtəlif adlı. Müxtəlif adlı bucaqlardırsa biz bilirik ki, alfa beta bərabərdir 180. Bunu qeyd edək. Sonra deyək ki, gamma və fi bucağı isə uyğun tərəflərlə olan eyni adlı bucaqlar. Eyni adlıdırsa biz bilirik ki, gamma bərabərdir fi. Deyək ki, bucaqlardır. Uyğun tərəflərlə olan eyni adlı bucaqlardır. Gammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20% azdır. Alfanın dərəcə ölçüsündən 20% azsa, onda fi bərabərdir 0,8 alfa. Sonra gammanın dərəcə ölçüsüdür. Gammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20% az olarsa, fi'nin dərəcə ölçüsü betanın dərəcə ölçüsündən 20% çoxdur. Onda bu da 1,2 betadır. Və biz bilirik ki, bunlar bir-birinə bərabərdir. Bərabərləsi hər tərəfin 10-a vurub 8 alfa bərabərdir 12 beta. Bunun hər tərəfin 4-ə bölsək 2 alfa bərabərdir 3 betaya. Demək alfa olur 3k, beta olur 2k. Gətirib burada yerinə yazsaq yuxarıda, onda olacaq 3k plus 2k bərabərdir 180-ə, 5k bərabərdir 180, k da bərabərdir 36. Bizdən nəyə soruşur? Alfabetin hər birinin dərəcə ölçüsü. K 36-dırsa, demək onda alfamız olacaq 3 vur 36 108, betamız olacaq 72. Sonra növbəti sualda alfa beta bucağının C 90 dərəcədir. Bir dənə 90 dərəcə düz bucaqlı üst bucaq çəkək. B 90 dərəcədir. A, B. Deyək ki, AD təm böləndir. CD onda bura belə. C bucağı 90 dərəcədir. Onda burada B olacaq. CD 2,4-dür. Bax, əvvəlcədən ABD 3 bucağın sayı. Belə bir qayda deyim sizə və bu qaydanı bilirsiniz yəqin ki sizdə. Bucağın təm böləni çəkilirsə, hər hansı bir nöqtədən çəkilən hər hansı bir nöqtədə. Bunlar, bu məsafələr bir-birinə həmişə bərabər olmalıdır. Bu hündürlüklə bu hündürlük bərabər olmalıdır. Həmin ondan istifadə edəcək. Demək, baxın, buradan bu nöqtədən bir hündürlük bura çəkilibsə, buradan da bir hündürlük bir-birinə çəkilibsə, bura 2,4, onda avtomatik bu hündürlükdə 2,4 olacaq. AB-nin də 8,5 verir. Onda bu üç bucağın sahəsini soruşur elə bizdən. S bərabərdir 2-də 1 vurulsun 8,5, o da vurulsun 2,4. Bununla da bu ixtisar gedir. Alır 1,2. Bunu da buna verəndə 10 tam. 8,5'i 1,2 vuranda 10,2. Növbəti sual. Deyəcəyim, K kvadratı çıx 4K nöqtələrinin birləşdən parçanın orta nöqtəsinin apsisi oxunun mənfi istiqamətində K-nın tapın deyir, apsisi mənfi. Demək onda x1 tutaq ki, y1 veriyib bizə.
Bir də x2, y2 verib. Düzdür? Biz bundan x-i necə tapırdıq? x1 plus x2 bölünsün 2. Y2, x orta nöqtəsini tapırıq. Elə ki, y orta. Y1 plus y2 bölünsün 2. İndi həmin onların yerində bizdə bunları verib. Ona görə gətirib yerinə qoymaq lazımdır. Demək, nə yazacağıq? K kvadratı çıxılsın 4k üstə gəl 12 minus 4k bölünsün 2. Deyir ki, apsisi mənfi. Apsis mənfidirsə, yəni bu mənfidir. Kiçikdir sıfırdan. Onda k kvadratı çıx 8k plus 12 bölünsün 2 kiçikdir sıfırdan. Bunun sıfır olmaq üçün mütləq sürət kiçik olmalıdır sıfırdan. Sürət də kiçik olanda k kvadratı minus 8k plus 12 kiçikdir sıfırdan. Demək olur bunda kökləri 2 ilə 6. Demək 2 alt aralığında, 2 alt aralığında bir tapdıq cavabımız 2 6-dır. Sonra y-də 0 olmalıdır. Çünki y 0 olmalıdır ki, x oxun kəssin. Ona görə bunları toplamalıyıq. K kvadratı plus 32 minus 12k bölü 2 bərabərdir 0. Kəsin də 0 almaq üçün sürət 0 olmalıdır. Onda k kvadratı minus 12k plus 32 bərabərdir 0. Bu da 8 ilə 4'dür. Bizdə də hansı aralıq olmalıdır? 2 alt aralığında olduğu üçün 8'i götürmürük. Cavabımız olur 4. Növbəti sual, sonuncu sualda belə ki, 85-ci sual. Bir elementin diaqramında A və B çoxluqlarının elementlərin sayı verilmişdir. İnha kəsişmələrdə 3x üstə gəl 4 böyükdür B fərqi A'dan 19 çıxılsın 2x-dan. Bunu həll eləsək 5x böyükdür 15-dən, x də böyükdür 3-dən. Bunu tapdıq. Sonra deyək ki, in A fərqi B-nin ala biləcəyi ən kiçik və ən böyük qiymətlərini cəm. Bunun ən kiçik və ən böyük. Bunun ən kiçiyini tapa bilirik. Amma ən böyükünü tapmaq üçün bunu mütləq. Bax, bu ifadəni biz fərqli götürməliyik. Demək, nə etməliyik? 19 minus 2x-i böyük götürməliyik 0-dan. Onda 2x də kiçik olmalıdır 19-dan. X də kiçik olmalıdır 9-dan, onda 5-dən. X kiçik olmalı 9-dan, onda 5-dən. X 9-dan, onda 5-dən kiçik. Hepsi belə olmalıdır. X, o da kiçikdir 9-dan, onda 5-dən. Ən kiçik 4 qoya bilərik, ən böyük 9 qoya bilərik. Bunları qoyub hesablasaq, demək olur 2 vur 4 üstə gəl 5, 13, üstə gəl 2 vur 9, 18, üstə gəl 23. O da eləyir 36. Belə, bu qədər. Hər kəsə uğurlar. Diqqətli olsanız yaza bilərsiniz inşallah. Ayın 15-də imtahan verən abituriyentlərimiz diqqətli olmaq lazımdır. Belə baxanda burada test olan suallar biraz sadə demək olardı. Ətraflılar biraz vaxt aparan suallar idi. Hər kəsə uğurlar. İnşallah hər kəs istədiyi yerə qəbul olar.